Zirvəyə çatdılar. Amma bu zirvəyə çatmaq heç də asan olmamışdı. Çünki həqiqətin yükü çox ağır idi. Bu yükün ağırlığı altında nə yaralar almış, nə qədər sevdiklərini itirmiş, nə bədəllər ödənməmişdi ki. Səssizlik dağın zirvəsində daha aydın idi. Külək belə danışmırdı. Çünki artıq danışmağa ehtiyac da yox idi. Kompas yerə qoyuldu, kitab bağlandı. Yolçu gözlərini göyə qaldırdı və dedi: "İndi anlayıram. Yol sadəcə yer dəyişmək deyil. Yol daxilimdəki sualların izinə düşmək imiş. Sən kompas mənə istiqamət verdin. Sən kitab mənə məna verdin. Və mən indi niyə yaşadığımı bilirəm." Kitab sonuncu dəfə pıçıldadı. Sən artıq öz ruhuna nüfuz etmiş, onun sükutuna dalmısan. Və bu ən yüksək səviyyədir. Sözlərin bitdiyi, amma mənanın başladığı an. Mənim səpdiyim toxumları sən zəhmətinlə gülüstana çevirmisən. Kompas da dedi: "Düşündüyüm və hiss etdiyim müddətcə hər daim səninlə olacam." Yolçu ayağa qalxdı. Sözsüz danışırdı. Baxışları ilə dua edirdi. Çünki bəzən ən səmimi söz deyilməyən olur. O andan sonra kompas da, kitab da, yolçu da bir səfərin simvoluna çevrildi. Biri yön verdi, biri düşündürdü, biri isə seçdi həqiqi yolu. Və beləcə tarix yazıldı. Səssiz, lakin əbədi səslənən bir hekayə ilə. Kompas və danışan kitab əsərində kompas ağlın və vicdanın, kitabı isə Allahın vəhiyinin metaforasıdır.